Uşaqlar belə bir tapşırıq verilib. Şəklini çəkdim ki, izahlı şəkildə başa sala bilim. Qonşu bucaqlardan biri o birindən 30 dərəcə böyük olarsa, bu bucaqları tapın. Deməli, 2 dənə bucaq verir. Kiçik bucaq və böyük bucaq. Böyük bucaq x üstəgəl 30 olaraq yazmışam ki, sizə izahlı şəkildə aydın olsun. Kiçik bucağı isə x ilə işarə eləmişəm. Çünki deyir ki, kiçik bucağı da bilmirik. Deyir ki, biri o birindən 30 dərəcə böyükdür. Deməli, birini x ilə işarə etdim. Birini isə x üstəgəl 30 olaraq işarə elədim ki, tapşırığı başa düşək. Tənlik quracağıq. Emil görək bizə tənliyi necə quracaq? Tapşırığı həll eləyək. Biri kiçik bucaqdır, biri böyük bucaqdır. Emil həll eləyər. Baxaq görə Emil başa düşdü tənliyi qurmağa. Buyur Emil, görək necə yazacaqsan? Aha. Sonra? 32x. Yox, əvvəl necə yazır? X üstə gəlsin, x üstə gəl 30. Necə eləyəcək? 2x üstə gəl 30. 2x, aha. Üstə 30 bərabər 32x. Bərabər neçə? 180 dərəcə. 180 dərəcə. Yazırıq. 2x. Bir dəfəlik cavabını da yaza bilərik Emil. 2x bərabərdir. Aha. 180, aha. 30. Neçə eləyəcək? 150 dərəcə yazaq Emil. Bir dəfəlik cavabını yazaq. 180-dən 30-a çıxdı 150 dərəcə. Aha. İndi x. Aha. 150-dən çıxacaq. 150-ni çıxmayacaq Emil. Bir bax. 150-ni böləcək 2, aha, neçə eləyəcək? 150-ni 2-yə bölək. 75 eləyir Emil. Yazırıq. 75 dərəcə. Deməli kiçik bucaq neçə dərəcəli oldu Emil? 75. 75. X-in yanında yaz 75-i. İndi böyük bucağı tapacağıq. Böyük bucaq neçə dərəcəlidir? Böyük bucaq isə 95 dərəcə. Yox, necə? Kiçik bucaq oldu 75 dərəcə. Böyük bucaq isə 30 dərəcə böyük. 75-in Aha. üstünə 30-u gələcəyik. Yazırıq. Aşağıdan yazırıq Emil. Böyük bucaq yaz, böyük bucaq. Qısa da yaza bilərsən. Böyük, qısa. Aha. Böyük bucaq. bucaq. Ne yazın burada? 2 yaz. Böyük. Böyük bucaq. Aha. Ha, qısa. 2 nöqtə. 75 üstə gəl 30. Bərabərdir 105. Aha, 75 üstə gəl 30 bərabərdir 105. 105 dərəcə. Aha, böyük bucağın da yanında yaz 105 dərəcə. Aha, bir yerdə yaz 105 dərəcə. Sən bura niyə 75 yazsın? Hə, üzərinə gəlmək üçün yazsın. Deməli uşaqlar, açıq bucaq neçə dərəcəli olur? 180. 180 dərəcə. Deməli kiçik bucaq 75 dərəcə olduğu üçün böyük bucaq da 105 dərəcə oldu. Cəmləri neçə oldu? Cəmləri 105 ilə 75. 75-in 180. 180 dərəcəli oldu. Kiçik bucağımız 75, böyük bucağımız 180 dərəcə oldu. Əslən başa düşdün tapşırığı qızım? Görək də.